Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb. Konstitusiya və suverenlik Azərbaycanda sahibkarlığın inkişafı mövzusunda keçirilən konferansda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş miqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb. Azərbaycanda iqtisadi inkişaf yeni, mühüm mərhələyə qədəm qoyur. Bunu Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda sahibkarlıq günü və Konstitusiya və suverenlik ilinə həsr olunmuş Konstitusiya və suverenlik Azərbaycanda sahibkarlığın inkişafı mövzusunda keçirilən konferansda bildirib. Bu da nədən ibarətdir? Suverenliyin tam bərpa olunması, yeni regional gündəliyin bərqərar olunması, regional inkişafın, kommunikasiyaların açılması, onların inkişafı sahəsində aparılan addımlar Azərbaycan iqtisadiyyatının və sahibkarlığın qarşısında yeni üfüqlər açır. Prezident Administrasiyasının şöbə müdiri Gündüz Kərimov həmçinin bildirib ki, artıq hökumət sahibkarlığa dair yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdən keçirir. Sahibkarlar təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə sahibkarların statistikasına diqqət çəkib. Onun sözlərinə görə, bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən konferans iştirakçıları da dövlətin özəl sektora yaratdığı şəraitdən danışıblar. Tək biznes fəaliyyəti qurumlar, sahibkarlar həm də bu işləri ilə ölkə iqtisadiyyatına çox böyük töhfələr verirlər, önəmli yer tuturlar. Məhz bunun üçündür ki, 2016-cı ilin 21 aprel tarixində Cənab Prezidentimizin sərəncamı ilə bu günü sırf sahibkarlar üçün təsis etmişdir. Bu, dövlətimizin sahibkarına verdiyi misilsiz dəyərin bir bariz nümunəsidir. Biz də çalışırıq ki, bu etimadı doğruldaq, daha gözəl töhfələr verək, iqtisadiyyatımızın inkişafında bizim də bir rolumuz olsun. Eyni zamanda bu şəraiti bizə yaradan dövlət başçısına və sahibkarlar həmişə diqqətdə olub, həmişə Cənab Prezidentin diqqətində olub. Hər bir halda heç vaxtı sahibkarları unutmayıb. Sahibkarlar elə bilin ki, mən deyərdim bəlkə də ölkədə ən öndə gedən bir komandadır, bir ordudur. Qadın sahibkarlıq dediyiniz cümlələri bilirsiniz ki, 2016-cı ilə qədər qura bilmirdi. Qadın sahibkarlarımızın sayı dünyada cəmi 3% təşkil edirdi. Hal-hazırda 25% təşkil edir ki, məsələ dövlət proqramları və bizə partnyor təşkilatların göstərdikləri dəstəklərdir ki, yeni peşə sahiblərinin də olması sevindiricidir. Gənc sahibkarlardan biriyəm. Sahibkarlıq fəaliyyətinə yeni başlamışam. Hal-hazırda da fəaliyyətimi davam etdirdiyim Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası mənim sahibkarlığa başlamağıma çox böyük töhfə verib. Ümid edirəm ki, bizim Respublikamızın bütün vətəndaşları, bütün gəncləri, əsasən də xanımlar öz ayaqları üzərində durmağı bacaracaq və onlar da bir gün istədikləri, arzuladıkları peşənin sahibi olacaqlar. Konferans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Rəşad Vəkiloğlu, Nadir Cəlilov, Space xəbər.